Nə gəlmsən yenə? Ətərsən? Səsin yaxşı gəlmir deyəsən. Otur da. Nə çəkəcəyik? Gün çiğ məşq çəkəcəyik. Prosta arxadan səs çox gəlir. Görün, səs dəyişimizi. Heç nə, başlayaq. Nətər başlayaq? Sizin əvvəlcə başlamışdı. Gənə orada başlamışdı. 5 saatı, bir dənə videom 5 saat Yəni çəkdi. şeydən başlayaq. Salam. Bugünkü məşqimiz Xəyyamla. Yox, bugün Xəyyamla ikinci məşqimiz olacaq. Bugün Xəyyamla ikinci məşqimiz olacaq. İkinci məşq. Birinci məşq çox baxıldı. 300 nəfər. Nə qədər? 300 baxış. 300 baxış. Yaxşı zaman. Yüksək israfdan sonra. Hə. Yüksək kommentariyaların hamısı Xəyyamın dostları idi. Hə. Bəyin dostları. Bəyin dostları. Bəyin dostları. Hamısı Bravo kollektividir. Hə? Başlayaq. Heç nə. Bugün çiğ məşq eləyirik. Xəyyamla bir yerdəyik. Xəyyamla bu ikinci videomuz olacaq. Birinci video yaxşı Bəli. baxıldı. 300 nəfər. İnşallah bu videoda yaxşı baxılar. 400 eləyək. Bu dəfə firmalara da atacağam. Hə? Bu dəfə firmalara da atacağam ki, onlar da baxsınlar. Bu dəfəki məşqimiz çiğ məşqidir. Birinci mən başlayıram. Daha doğrusu proqramı mən verəcəm. Bir dənə qəşəng razmika girək. Birinci shoulder press vuracağıq. İnşallah arkadaşların səsi çox gəlmir. Birinci shoulder press vuracağıq aparatda. Amma həmişə dediyimiz kimi qəşəngdən razmika, sonra məşqə başlayırıq. Birinci hərəkətimiz shoulder press olacaq. Yenə də dediyimiz kimi məşqdən əvvəl qəşəngdən çiyin əzələlərinizi qəşəng qızışdırırsınız. Sonra çəkləri girməyə başlayırsınız. Birinci seti 10 təkrar vuracağıq. Hop. Hərəkətdə tələsmirsiniz, dirsəklər maksimum içəri, maksimum yox, normal dərəcədə, yəni bu səviyyədə nə belirləyirsiniz, nə belirləyirsiniz. Normal dərəcədə tutursunuz, sıxışdırırsınız, səliqəli tələsmədən işləyirsiniz. Xəyyam gir. Onlar həmin kimi eləyib. Sən öyrətdiyim kimi. Day, 10 təkrar, getdik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Əla. Neçə artırır var? Çəkləri artıracağıq 5-5. Hə? 5-5 çəki artıracağıq. Piramid stilində gedəcəyik də. Çəkini artdıqca sayını azaldacağıq. Birinci 10 təkrar vurduq. 40 kilo, 50 kilo. Hə. İndi 8 təkrar vuracağıq. Podxodlar arasındakı istirahətdəki maksimum 1 dəqiqə, minimum 45 saniyə. Yəni də baxış istədiyin çəklərdən çox şəxsidir. Proqram, bugünkü proqram Vasifin proqramıdır, mənim proqramımdır. Hop. 1, 2, 3, 4, 5, 6, 7. Hoppa. Bir də çalışın. Endirəndə maksimum aşağı endirin, sənədən aşağı. Çiyinləriniz maksimum stres olsun. Dartılsın ki, şiddət vuranda, qaldıranda. Maksimum hissiyat çiyinlərdə olsun, qol arxasında yox. Gir. Çünki yarımçıq eləyəndə bura qədər qalında şiddət çiyin trisepsdə orada olur. Ona görə maksimum salon ki, triseps boşalsın, güc çiyinlər eməsin. Qalay, 1, 2, 3, 4, 5, 6, disə bir əsəri, 7, hoppa, 8, artıq vurma. Gedir ha, gedər də. 10 kilo hələ. Ən axırda istəsəm bir dənə drop set girə bilərik bundan sonra. Girərik. Hə? Hə, yaxşı olar. İç. Həli? 70 kilo. Hə. Hoppa. Yenə də 6 təkrar girəcəyik. Çəkini qaldırdıqca sayı azaldırıq. Piramid sistemi deyirlər. Klassik bir sistemdir. Salamat burada, yaxşı. Bunu kəsərik. Kəsərik. Getdik. Hop. 1, 2, 3,
4, 5, Hop. bir dənə də 6. Hoppa. Okay. Bir də Taşın məşqdə hər zaman yaxşı dəstəkçiniz olsun. Mənə bax. Köməkləyənimiz olsun. Hazırsan? 100%. Davay. Etdik. Hə. 1, 2, 3, 4, 5, hop, 6. Əla. Gəl hamısını çıxart. 3 dənə 10 taxaq. Dördünü set girəcəyik. 4 set drop set olacaq. İstəyimiz isə belədir. 3 təkrar option çəki vuracağıq. O tərəf, bu tərəf. Hər 3 təkrardan 1, 3 təkrar, 5 təkrar, 10 təkrar olaraq qalxacağıq. Hər 3 təkrar çıxacaq, 5 təkrar çıxacaq, 10 təkrar çıxacaq. Prosto bizə bir dənə dəstəkçi lazımdır. Yeqar, bizə bir dənə dəstək ola bilərsən? Prosto set girəcəyik, hə. Sən saylarını da deyin. 3, 5, 10. 3, 5, 10. Birinci 3 dənə vururam, Birinci üç dənə. çıxardırsan, sonra 5 dənə. İnşallah gedər. Gedək. Hop! Ya, Bizədir. özün sən. Çıxart. Çıxart. Oo! Oo! Necə getdi? Çiynlər yandı. Çiynlər yandı. Amma paylaşacağım var, çiynir işləyirsən. Zaq etmə, bizə bir dənə dəstək lazım olacaq. Xəyəm də xəyəm də işləyəcək. Çiynlər maksimum yandırdı. Necə getdi? Əla. Çiyin... Mən çiyin məşqindən xoşum gəlir. Hə, mənim də. Xoşuma gəlir çiyin məşqi. Ən xoşum gəlmədiyi kürək məşqi. Kürək məşqi. Bazı kürənin olanda elə olur da. Kürənin çıqqıldı. Su içməyi unutmayın. Məşqdən əvvəl su mütləqdir. Məşqdən əvvəl, məşqdən sonra, məşq əsnasında. 1 litr, litr yarım. Məşqdə qalanındısa evdə hissə. 100%. Evdə olmadı, hardasa birisi için, su için əsas. Hə. Etəliyəcəm. Salamat burada yaxşı. 3-cü gün axşam buradayıq da. İnşallah. O. Davay. 3, 5, 10. Səndədir. Getdik. 1, şən. 2, hop. Çıxart. Getdim 5 dənə. 1, 2, 3, 4, 5. Çıxart. 10 dənə. Vur. 2, 3, 4. Dirsə içərdə. 5, 6, 7, 8, 9, 10. Əzri yaman boğdun ha. Səskiyin çıxmasın deyə əzri yaman boğdun. Qışqır çıxsın da. Karfas deyirəm, sən ona qədər boğanda o qədər. Gəl. Keçdi ikinci aşağıda. O neydi o? Konkret boğdu ya özünü. Abi həmişə axırıncıda ilişib qalıram da mən. Valla. Necə gəl? O 10 dənə eləyir ya. Onda ki qol göynəməyə başlayır, yandırır. Bak ona qədər içində saxlasın, məncə gəl. Qışqırtısından çıxsın. İçində saxlama deyiblər. Bunu hər tərəfə 10 kilo eləyək. Bir də ən əsas məsələ işlədiyi çəkləri yerinə qoyun. Deməli, çiynimizin ikinci hərəkəti set girəcək. Super set kimi. Birinci 10 təkrar upright, front upright işləyəcək. Çiynlərin yanı üçün. Set olaraq da lateral raise, yana artış eləyəcək. Çəklərimiz stabil qalacaq. Saylarımız 10-10 olacaq ki, şiddəti maksimum çiynlərimizə hiss eləyək. Çiynlərin yanında. İkisi də çiynin yanları üçündür. Biri bu pozadadır,
biri açış vəziyyətindədir. Birinci mən girirəm, sonra sən girsən. Tutuş. Buradan geniş xvat olacaq. Mən ziqzaqı seçdim. İstəyənlər düz barda seçə bilər. Bu formada ötürdünüz. Sənin uc hissəsinə qədər dirsələr yuxarıda. Bu. Dokuz. Hoppa, 10. Ardından da dayanmadan 10 kilo lateral girəcəyik. Hoppa. Çiynlərdə maksimum pamplandırırsınız. Qaşın. Çiynlərə vurur. Daha, getdik. 1, 2, əla. 3, 4, 5, tələsmə. 6, 7, 8, 9, 10. Əla. Getdin yanlara. Daha. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Necə getdi? Əla. Hissiyyat var. 100%. Əla. Çəki atırmırıq da, yəni çəkidə qalır. Yox, çəkidə qalaq. Hissiyatı əldən verməyək. Birinci hərəkət ağır işlədik, ikinci hərəkət hissiyat geçsin. Yenə də məşqin başında da dedim, çiyinləri maksimum qəşəng qızışdırın ki, çiyin əsas bölgədir. Bütün hərəkətlər çiyindən gəlir. Qaldırırsan, itələyirsən, dartırsan, yenə yuxarı qaldırırsan, qol eləyirsən, qolu basırsan, hamısı çiyindən gəlir hərəkətlər. O görə məşqdən əvvəl qəşəng qızışdırırsınız, razımlıq edirsiniz, sonra çəklərə girirsiniz. Bir də əsas məsələ edə bildiyiniz çəkləri eləyirsiniz. Necə gəldi çəklərə girməyin. Düz formda edə bildiyiniz çəklərlə maksimum təzyiqi çiyinlərə verin. Deyil çiyinlərə, bütün əzəllərə, istənilən bir əzəllərə. Getdik, ikinci podxod. Bir də bunu eləyəndə maksimum belə yuxarı qaldırmağa çalışmayın. Sən uc hissəsinə qədər qaldırdınız, endirirsiniz. Bunu da eləyəndə belə dirsələrinizi belə qırıb eləməyin. Fantastik şeylər eləməyin. Qollar açıldı, düzgün şəkildə. Səliqəli bu. Sən bunu? Onun. Bir yerdən sonra o çox yandırır. Ki, məcbur olsan ki, saniyə dincələsin. Davay, etdik. 1, 2, 3. Baxın, sən uc hissəsinə qədər qaldırır. Ondan sonra maksimum salır. Yükdən mindirir, bax, yanlara, bu hissələrə. Dediyin kimi var ha. Ha? Dediyin kimi var. Yəni Yandırır. yandırır. Yandırmadan əlavə təzyiqi çiyinlərdə hiss eləmək lazımdır. Axırıncı setimiz qaldı. Bunu da girək. Mən keçən həftənin 4-cü gündə deyəsən çiyin məşq eləmişdim. Keçən həftə yəni bu həftə də. Ondan hələ də çiyin ağrısım qalıbdır. Mən 6-cı gün eləmişdim. Keçən həftə. Bu həftə eləməmişdim. Dünən məşqimiz var idi, gəlmədi. Nə? Dünən səyyadan ayaq məşq eləmişim. Nə? Səyyadan ayaq məşq eləmişim. Allah bir səyyadan ayaqları nə gündədir. Yeriyə bilməyəcək. Axırıncı set. Getdik. Bir dənə də. Ha. Çiyinlər alov olur. Setdən sonra set çətin oldu biraz. Day. Amma dadlı olur. 1, 4, 5, 6, son 4. Yanma. 1, 2, 3. Hoppa. Əla. Nətər vəziyyət. Bu da ikinci hərəkət kimi. Çox çətin oldu. Başlanğıc səviyyələri deyil, açığı. Başlanğıc səviyyələri üçün məşqlərimiz var. Burada kartlara qoyacağım, baxarsınız. Biraz orta səviyyə, irəli səviyyə idmansızlar üçündür.
Düz irəli səviyyə bunları nə etsin? Onları onsuz da bilir. Orta səviyyə idmançılar üçündür. İkinci hərəkət kimi məşqləri əlavə edirsiniz. Üçüncü hərəkətdə çiyinin qabağı üçün bir hərəkət eləyəcəyik. İpilus yanları üçün qantellə hərəkətdir. Elə ki, çiyinlərin bütün bölgəsini eyni anda işləyəcəyik. Sonra da bir dənə çiyin arxası eləyəcəyik. Çiyin məşqini yekunlaşdıracağıq. 4 hərəkət. Hə, Bəs eləyək. polnu. Çıxardalım. İşlədiyiniz çəkləri yerinə qoyun. Zallarda heç kimə zülm verməyin. Heç kimsin dalayıcını çəki yığan deyil. Hərəkətimiz belə olacaq. Qantelləri birləşdirəsiniz. Birincisi, ilk növbədə yüngül çəki seçirsiniz. Yüngül dediyim 5 kilo. Zalınızda 6 kilo varsa və yaxud 7 kilo varsa istifadə edə bilərsiniz. Amma minimum 5 kilodur. Hərəkət qabaq hissədən başlayır. Qaldırırsınız, açırsınız, endirirsiniz. Qaldırdınız, bağlayırsınız, endirirsiniz. Hərəkəti necə gedirsinizsə, bir onun əksinə eləyirsiniz. Elədiyiniz hər kruq 1 sayılır. Məsələn, birləşdirdiniz. Bu, dayıcada bu 1 sayılır. Belə 8-10 təkrar arası hərəkətə başlayasınız. Buradakı hədəfimiz qabaqla yan hissə set kimi 2 əzələndə bir yerdə işlədəcəyik. Dincəlmisən? Normal. Gedə bilər. Birinci mən başlayıram. Hop. Sonra sən girsin. Və Allah. 1 2 3 4 5 6 7 3 tane 8 9 Adam sifəti ağzına qarışır. Davay. Burada bir dənə şey var ki, burada istirahət vaxtı partnyorunuzun elədiyi istirahət vaxtıdır. Elə, səndən sonra mən keçəcəm elə bir ki. Say ver. 3. Qəşəng. 4. Hərəkəti tələsmə. Qəşəng. 5. Yanır çiyinlər. 6. Arada səsin çıxsın. Sinə məşqinə qəşəng səvətçil edin. İndi danışmırsan. Səni çəkeyim. Hə, yaxşı. Hansı var? Yağı ərdəndən sonra mən gör. Təsir elədi o sinəyə. Hə? Təsir elədi sinəyə. O sinə nə üçün? Görürsən, bax, çiyin məşq elədə baş qaçır. Başımız getdi. İkinci set məndədir. Hə. Hoppa. Necə getdi? Lan Allah üçüncüdən qorusun. Şey belə təzyiqlidir deyə, bütün rotasiya eləyirsən deyə, çiyində rotasiya hərəkətlərini xoşdur. Keçən məşq Ona görə yandırır. Su haqqında danışdıq. Bir də ki, yəni idmançılara, uşaqlara tövsiyəmiz oldu ki, kofein tərkibli içkilərdən uzaq olsunlar. Məsələn, hel, bizon. Və enerji, yalandan enerji adı ilə. Ya, lazımdır. Gələn və şeydən gəlirəm, evdən düşəndə bu boyda uşaqdır. Hardasa olar da 10 yaşı, 10 yaş olmaz, düz biraz çox olar, 12 yaşı. Əlində bizondan gizlədə gəzir, içi gəzir, özü yaşıyor bizonla. Yəni o... Yox, xeyri deyil, hamısı ziyandır. Kofein tərkibli içməlisən ki, təbii kofe iç, acı kofe. Mən neçə ildir onu içməm, 3 il var ki, mən onlardan uzaqam. Amma heç, yəni... Özüm bilənəm, heç onlardan istifadə etməmişəm, amma da... Çünki ən ziyanlı şeylərdən biridir. Əlbəttə su, gündəlik su iç, sənin bədəni sağlam olasın. Acı kofe. İdmançısansa şəkərdən, işlənmiş şəkərlərdir, təbii şəkərlərdən danışma. Təbii şəkərdir, meyvə şəkərlərdir. İşlənmiş şəkərlərdir, qənddir, pesoxdur, tortdur. Yəni tort indi şirniyyata bağımlı beni Az yönlə, az yönlə. Az yönlə ya, həftədə bir dəfə, 2 həftədən bir istifadə edə bilərsən.
Amma belə də çalış şəkərdən uzaq ol. Təbii şəkər. Çörək şirniyyatdan. Davay. Axırın səndə ikincidir də. İşte qaldıranda qabaq hissə buradan qaldırıb geri gedəndə yan hissə işləyir. Hep ki çiyinlərin iki başında işləyəcək. Qəşəng. Şimdi deyirəm arkadaş səs-küylər gəlmir sizə. Gəlirsə də gün zal biraz qarışıqdır. Oy. Söhbət ver mənə, qoyma yerə. Axırıncı məndədir. Mənim kameramın paxıldayır. Bunu qəşəng çəkir, mənim pis çəkir. Bədəndən bədənə fərq var. Bədəndən yox, bura. Bundan buna fərq var. Nə olsun? Mən aylığını kəsərəm, onda baxar. Oy. Söh, 8 dənə bəs eləyər. oldu. Üçüncü hərəkətdə bunu girdik. Çiyinlər qəşəng. Şiddət, təzyiq, hamısı yerindədir. 3 dənə set. Olunur. Bir də çalışın, sizə bir söz deyim. Zala girirsinizsə, 6 hərəkət, 7 hərəkət, hər videoda deyirəm. Zalda lora dildə desək, qantellərlə və aparatlarla sevişmənin mənası yoxdur. Ona görə girin, səliqəli məşq, təmiz məşq. Maksimum böyük əzələtsə 4 hərəkət yetərlidir. Kiçik əzələtsə 2 hərəkət, 3 hərəkət. Bu qollardan söhbət gedir. Qol, arxa. Yeganə bir dənə ayaqda 5 hərəkətə qədər çıxa bilərsiniz. Çünki bədənin böyük hissəsidir. Bir də bəlkə kürəkdə çıxa bilərsiniz. O da çünki kürək böyük əzələ olduğu üçün hissiyat ağır olur kürək əzələsinə. Hər adam hiss edə bilmir. Ona görə maksimum 5 hərəkətə qədər çıxa bilərsiniz. Amma düzgün qaydada, düzgün səslə işləsəz 4 hərəkətdə kürək üçün idealdır. Sinə üçün də eyni hərəkət, 4 set, 4 podxod, 4 hərəkət, set qarışdırdım. Olar. 4 hərəkət polunu, bütün əzələ qrupları üçün 4 hərəkət ayaqdan başqa. Ona görə təmiz və səliqəli işləyin. Necə gəldi məşq eləməyin. 3 hərəkət işlə, amma düzgün işlə də yəni. Yəni də bədənə təzyiq verməyi bilmək lazımdır. Biz 4 dənə hərəkət, 3 dənə hərəkət elədik də. 3 hərəkət, bir dənə çiyin arxası girəcək. Hə. Yəni amma yəni setin özü demək olar 2 hərəkətə bərabər. Axırıncı hərəkət getmirdim məndə. Çiyinlər dolub, pump dolub ora. Çünki təzyiq verməyi bacarırıq. Amma elə idmançılar var ki, təzə başlayanlar əsasında təzyiq verməyi bacarmırlar. Yəni onun verəcəyi təzyiq budursa, bizim verəcəyimiz təzyiq budur. Məsələ budur. Ona görə gəlib qarabazara yatmaq lazım deyil. 4 dənə hərəkət işlə, 3 dənə hərəkət işlə, amma normal işlə. İngiliscə demir step by step. Keçək 4-cü hərəkətə, çiyin arxası həmişə olduğu kimi çiyini estetik göstərən 3D qəşəng göstərən əzələ qrupudur. Ona görə onun çiyin məşqlərində mütləq ya çiyin məşqində, ya kürək məşqində əlavə edə bilərsiniz. Hər iki məşqə də sala bilərsiniz. Keçdik. 4-cü hərəkətimiz face pull olacaq iplə. Bu çiyin arxası üçündür. Başlanğıc səviyyələr üçün video var. Onda kartlara qoyacağam, baxa bilərsiniz. Eləmə qaydası. Çiyinin axırıncı hərəkəti olduğu üçün sadə girəcəyik, seçsiz. Eləmə qaydası həmişə kimi durdunuz. Dirsəklər elə bil ki, biceps verirsiniz. Bu vəziyyətdə alına dartırsınız, buraxırsınız. 3 set girəcəyik, hər set 12 təkrar olacaq. Getdik. 10, 11, 12. 12 təkrar. 12. 3 set 12. Hər podxod təkrarlayacaq. Sayları saxlayacağıq. Çəkləri saxlayacağıq amma. 2. Bax bu hissə işləyir. Çiyinin arxa hissəsini. Bax bura. Yenə də olduğu kimi qaldıranda, dartanda elə bir ki biceps pozu verirsiniz. Hay Allah. Hadi ya. Set eləmək istəyənlər də pack fly hərəkəti varsa sizdə, elə ki sinənin tərsinə oturursunuz, arxa hissəyə dartırsınız. Alternativ olaraq qantel. Bu vəziyyətdə qantellə girib dayıza ip girə bilərsiniz. Set olaraq bunu da eləyə bilərsiniz. İkinci podxod. Çiyin arxası çox adamda zəif olur. Ona görə deyirlər ki, çiyinlərimizi necə böyük göstərək. Çiyini böyük göstərən, yenə deyirəm, əsas əzələ qrupudur. Çiyinin arxa hissəsi. Ona görə çiyini qəşəng
estetik və böyük göstərir. Sən sıx. Bax, yox, bayaq kim sıx. Ay, sol. Bu isə. Ona Həmişə görə bizdə yerində olub. demək çalışın hər bir əzələ qrupuna önəm verin. Bu boyun da daxildir, bilək də daxildir, qoldur, çiyindir. Bu fitness və yaxud bodybuilder, kimin də hansı idmanla məşğul olursa. Elə bir şeydir ki, estetiki sevəndir. Axırıncı hərəkətimiz. Axırıncı nə vuraq, hə, polnu çiyin məşqinə bəs eləyəcək. Ya Allah. Hoppa, 12. Bir də bunu eləyəndə çox adam belə yatır. Deyib ki, bunu belə qara zorlama datmağa çalışır. Ona ehtiyac yoxdur. Birincisi trosu alın səviyyəsinə endirin, baş səviyyəsinə. Ondan sonra elə baş səviyyəsində də dartmağa çalışın. Yəni belə yatmağa ehtiyac yoxdur. Çünki orada çiyini hiss eləmək qeyri-mümkündür. Ona görə düz durun, cüzi yata bilərsiniz ki, sizi aparmasın arxaya. Durdunuz, bu vəziyyətdə. Buraxıncını tutar. Vasifin 20 proqramında dəqiqə seçdik. 27 inşallah dəqiqə. gələn dəfə Aha. mən proqram hazırlayacağam. Nə məşq eləyəcəyik dəfə? Yəni kürək, Bu ikinci məşqdir ya. kürək, gələn Sənin kürək. bütün məşqləri seçəcəyik. Hə. Sənin də məşqimiz var ha. Onu da unutmayın. Oyla qol məşq eləmişik. Oyla bir dənə ayaq məşqi girmək lazımdır. Bizim uşaqlar da qalıb. Səyyad Oqtay. Hərəsində bir dənə məşq salarıq da. Onlarla. Amma bugünkü məşq proqramı Yenə deyirəm, məşq yaxşıdır. məşqə girdinsə 2 saat, 3 saat qalmağın mənası yoxdur. Maksimum məşq saatı 1 saat, saat yarım çəkir. Ona görə ki, Çiyindən sonra qol qabağı, qol arxası hansını məsləhət görürsən? çiyindən sonra mən eləsə olsam qol qabağı, qol arxası hər əzələyə bir dənə hərəkət işləyirəm. Bir dənə qol qabağı, bir dənə qol arxası. Çiyindən sonra. Əgər ayağı ayrıca gün eləyirəmsə, vaxtım varsa çiyinlə yanaşı, bir dənə qol qabağı, bir dənə qol arxası işləyirəm. Sən xətəkar. Əslində olan. Ayağımın elə olması mənim problemdir də, nə məndə problemdir. Qoymur danışmaq, ciddi danışmaq. Bax, gəlməyənə qədər deyirdi, gülürdü, normal məşq eləyirdik də. Çiyin məşqimiz yekunlaşdı dostlar. Ayağımla bir gün çiyin elədik. Hərəkətlərimiz 4 hərəkətdən ibarət oldu. Birinci hərəkət shoulder press bastıq. İkinci hərəkət çiyinin yanlarına set. Üçüncü hərəkətdə qantenlə qabaq, yan hissə olaraq set. Bir də çiyin arxası sadə girdik. Sistemimiz piramid şəkildə getdi. Bir hərəkət piramid şəkildə, qalan hərəkətlər isə stabil şəkillər olaraq elədik. Fəhmimizi keçdik məşq. Məşq əla. Nəsə, çox sağ ol çağırdığın üçün. İnşallah növbəti videolarımız da gələcək. Növbəti İnşallah. məşqlərdə. Xəyamla bir yerdə qol məşqləri də eləyəcəyik, kürə məşqi də seçəcəyik. Əsas ayaq məşqi də seçəcəyik. Xəyamın maşallah qəşəng ayaqları var. Hamısı futbol. Futboldan qalma bir əzələ genetikasıdır. İnşallah bütün məşqləri çəkəcəyik. Video bəyənib abunə olmağı unutmayın. Video xoşunuza gəldisə, fikirlərinizi ilə bölməsində bölüşərsiniz. Sağ olun.